Bu iti bizə gətirəndə artıq bir müddətdir ki, yemək belə yemirdi. Gördüyünüz kimi çənəsi paramparçaydı. Yazığın səsi çıxmırdı, amma ağrısı üzündən oxunurdu. İnsanlar onu tapanda çox köməksiz, ac və qorxmuş vəziyyətdəymiş. Onu sığınacağa təhvil verdilər, sığınacaq isə klinikamıza gətirdi. Fərşid həkim müayinə etdi, əməliyyatı aldı. Əməliyyat zamanı alt çənənin bir hissəsi amputasiya olundu. Görüntüləri təqdim edə bilmirik, çünki ağrı bir şou deyil. Amma baxın, əməliyyatdan sonra artıq sulu yemək yeməyə başlayıb. Əlbəttə ki, hələ ki zəifdir, amma əsas odur ki, yaşayır. Bu isə getdiyi gün çəkilən videodur. Gördüyünüz kimi quru yemək belə yeyə bilir. Bəziləri heyvanların hiss etmədiyini düşünür. Amma bu it ağrını da bildi, qorxunu da və mərhəməti də. Beləliklə bir can xilas oldu və bu ən böyük nəticədir. Bizə gətirilən hər can məsuliyyətdir.